Saday şəhidimiz. İgid böyüyürdü Darşənd kəndində. Qəlbdə daşıyırdı vətən sevgisi. Kasıb bir atanın o cənnətində oğul payıydı Allah vergisi. Narahat olurdu 30 ildir ki, Qarabağ qaniçən düşmən əlində. Düşünüb deyirdi bu nə sirdir ki, torpaqlar alınmır illər ərzində. Döyüşlər başlarkən fəxarət ilə yollandı cəbhəyə vuruşmaq üçün. Qayıtmamaq da var o bilə-bilə, göstərdi düşmənə sarsılmaz gücün. Alınırdı əsir rayonlar bir-bir, qızğın döyüşlərdə öndə gedirdi. Daha qalmamışdı sadayda səbir, sonacan alınsın torpaq deyirdi. Xalqımın nə qədər igidləri var, bəsdir, yetər susduq, Qarabağı bizim. Azad olsun Şuşam, o gözəl diyar, qalıb tapda-qafda, dağlarım, düzüm. Şuşa şəhərini azad edərkən, düşmən gülləsinə tuş gəldi saday. Əlində üç rəngli bayraq gedərkən, şəhid mərtəbəsini fəth etdi saday. Rəbbimdir göylərdən baxan şahidin, şəhidlik məqamın qoy uca olsun. Şəhadət şərbətin içən şəhidim, alındı Şuşamız, ruhun şad olsun. Şəhadət şərbətin içən şəhidim, alındı Şuşamız, ruhun şad olsun. Ruhun şad olsun. Müəllif və qiraət Aləmzər İlay.